Bax, belə bir funksiya verilibdir OTK sınavında. Deməli nə deyir bizə? Deyir ki, funksiyanın qrafikləri verilibdir. Deməli, istənədir 3 dənə A, B, C. Deyir ki, bunlara uyğun neyini yayıq? Uyğunlaşdıraq. Məsələn də variantlarda verir. Deyir ki, hansı ln x-dir, hansı lc x-dir, hansı da yəni loqaritma kök altı 2 minus 1 əsasdan x-dir. Bax, biz bunları əzbərləmirik. Əzbərləsən, bilmərik ki, hansı yuxarıda, hansı aşağıda yerləşir və buna uyğun qrafiki neyini bilərik? Səhv eləyərik. Ona görə kökün başa düşək. Bax, birinci danışaq ki, loqaritmik funksiyanın qrafikinə. İki formadaydı da. Artan, azalan. Nə idi artan? Deyirdik ki, nə idi? Deməli, loqaritma, bax, gəl buradan yazaq. Deyirəm ki, loqaritma A əsasdan 2. Ayımız birdən böyük olduğu halda artan, ayımız 0 və azalan. Tamam, bunu öyrəndik. Bax, biz indi loqaritmik funksiyanın qrafikinə deyirdik ki, üstünlüyü ilə nə idi? Əl qaydasını yada saxlayırıq da, əlimizin cizgiləri ilə sağ və sol əl qaydasını yadımızda saxlaya bilirdik. Bax, görürsünüz ki, iki funksiya nədir? Artan, biri nədir? Deməli, hansısa bunların birinin loqaritmi əsası 0 və 1 arasında olmalıdır, düzdürmü? Gəlin elə bunları da düzəldək ki, sərqəli olaraq məntiqini çözək. Bax, məsələn, LCX nə deməkdir? Loqaritma, tamam, əsasını görək deyə yazıram. LNX nədir? Naturaldır da, loqaritma, y əsasdan x düz oldu. Yaxşı. Bax, uşaqlar, bu kök altında 2-dən təqribi nə çıxar? 1,4. Onun da biri çıxsaq, 0,4. Düzdür? Tamam. Bunu da qırmızı ilə yazıram ki, azalan olduğunu çözə bilərsiniz. Düz oldu. Biz dedik ki, funksiyalardan azalan olarsa, 0,1 arasında qiymət alarsa əsas, qrafik azalan olur. Demək, A hansına uyğundur? Azalana. Buna uyğundur A. İndi bir məsələ var. B, budur, yoxsa budur, yaxud C. Biz bunu vəsaitlərdə verir. Baxırıq, görürük ki, deyir ki, biz bu qrafikləri biləndə nətər yadımıza saxlayırıq. Deyir ki, müəllim, bunu əzbərli bəzən deyirlər ki, yuxarıda olan, məsələn, azdır, aşağıda olan çoxdur. Onlar da getdi imkanı yadından çıxdı, hansının çox, hansının az olduğunu bilmədim və neynədir? Mexaniki səhvli elədin, düzdür? Bunu çözməyin ən gözəl yolu nədir? Qrafiklə başa düşmək. Bax, gəlin yerinə bir qiymət yazaq, məntiqin belə daha rahat çözək. Bax, bununla işimiz yox, bunu silək ki, bizi çırıqdırmasın. Bax, bununla işimiz yox. Buraq asıqətlə. Bunu çözdük. Bax, buradan hər hansısa bir x nöqtəsindən bunların hər ikisindən bir perpendikülər qaldı. Deyəsiniz niyə? Bax, uşaqlar, bu y əsaslandır, bu da 10 əsaslandır. X-ə bir qiymət verək özümüzdən. Məsələn, qiymət verək 10. X-in 10 qiymətində, bax, buradan bir dənə perpendikülər qaldıraq bu qrafiklərə. Düz olarmı? Bax, burada yerinə yazaq. Loqaritma y bərabərdir. Loqaritma 10 əsasdan 10. Uşaqlar, nə